Buna səhvlərinizi deyim. Demək, sənin səhvin 7 var. Bir də 20. O 20 düzülmüş. Balaca hərflə yazdım. Düzdür bu. 21-dir onda. Emilya, sənin 14-ü C yazmışsan, necə səhv götürüb onu düzəldirəm. 15 səhvdir. 17 niyəsə. Bəlkə boşluq saz buraxmışsan deyə səhv ola bilər. 21-də 4095, 4096 da cavab bir dənədən səhv olub. Səndə də oldu 18. Yaxşıdır əslində 18. Pis, çox da pis deyil. Yəni, qaldırmaq olar. Demək, başlayaq. Okay, for this type of question, first we have to identify what S and T represent. T represent number of seconds. And because it's after 4 seconds, we have to just write instead of T4, it will be 48. T'nin yerine sadece 4 yazırıq. 48. Here we have to use Pythagoras theorem. For Pythagoras theorem, square of hypotenuse is equal to sum of squares of legs. Hipotenusun kvadratı katetenin kvadratının cəbrinə bərabərdir. So, 20 square is equal to 8 square plus B square. Answer is C. Here, it asks about what's the maximum value of this histogram. We know that maximum value is here between 200 and 250. And between 200 and 250, we have only 290. Answer is D. Four. Because it's a 2.7% more money compared to previous year, because we have this word previous year, it is exponential. Always remember, previous mean exponential. Initial mean linear. So it is exponential growth. C. Because it has infinite main solution, it is total same, so K is equal to 280. Here we have to create system of equation. We have a line which is 113, which is divided into 3 parts. One of them is 47, and another 2 are equal to each other. 47 plus A is equal to 113. And let's find A from here. Answer is 33. 7, at least 100. At least 100 is like that. Greater than or equal to 190. At most mean like this. Less than or equal to 190, like that. And also maximum of 190 is same with second one. Okay, here because it is 30, and for remaining day probably it is S. Yoksa S total'da. Okay, 30 is for 1 day and S for 12 days, so we have to find some of them. Answer will be B, right? This question, you can see that it is y is equal to kx plus b. For this type of question, always look, if it say, for example, f of x plus 10 is shown or not. Yani f of x plus 10 is shown deyəndə fərqli olur. Ona baxın ki, o var yoxsa yoxdur sualda. We can see that there's nothing like that. So we have to just find it is graph. You can see that it is y-intercept and it is value of b. It is approximately 2.3. Positive 2.3, and the answer is D. This question, all of them is x with power of 6. We can make x with power of 6 out of bracket. It will be 7 plus 9 minus 8. And it will be equal to 8x with power of 6. Answer is 8. In 8 was which variant? What? In 8 was which variant? This one is D. Because it is y-intercept, 2.3 here, right? And it go down, so slope is negative.
Did you understand? Answer is D. Yes. Okay, 10. For 10, two linear equation given. Let's write it to decimals. Y is equal to 5x plus 8. Y is equal to 6x plus minus 2. Let's look at this intersection point. So you can see that it is the intersection point, and this is 10 out of 58. C. Cevap C'de. 11. For 11, we have rectangle. Rectangle means düzbucaklı. Like this. And it says that its length is 7 to 2 times its width. So let's say that its width is W. So its length will be 7 to 2 W. From here, we can say that 7 to 2 W is length and W is width. If we say already actually. A. Answer is A. Cevabı burada uzunluq olur bu 72 W. This question you can write this function to decimal, so you can find the answer from there. Let's write f y is equal to 29x. Then press this one, press create table. Then you can see that okay, it's 29. Then you can see that it is always 29. So answer will be B. 13. Okay, it says that if we know which information, we can say that these two lines are parallel to each other. So for saying this R and S line are parallel to each other, we have to prove that, for example, X is equal to Z, or W is equal to Y. Or Y plus X is equal to 180, W plus Z is equal to 180. Here it says that W is equal to 160. In option A, it says X is equal to 20. It is correct, but if we know this information, we can say that line R is parallel to line S, so we don't need this information. Y is equal to 160, it is correct, because if Y and W, both of them are 160, it means that they are parallel to each other. Belə suallarda, proving suallarında məsələn, x-a 20 deyir, bu düzdür. Yəni W 160, x 20 də düzdür. Amma bu iki dənə xəttin bir-birinə paralel olduğunu göstərmir. Ona görə səhvdir. Belə suallarda da yenə ehtiyatlı olun. Birbaşa anı görüb tapmayın. 14. Equation of circle. For equation of circle, you have to write it to decimals, because if we write it to decimals, we will get it is circle in decimals graph. Okay, we write it, we get this circle. You can see that from 14 to -6, it is 20. So it means that diameter is equal to 20. If diameter is equal to 20, it means one side is equal to 20, and this square will be 20 multiplied by 4. So it will be 80. Answer is C. 15. A real estate company offers a series of 3 webinars, 1,250 in first webinar, and 46% of them who attended at first one will attend at second one. So it will be like this. 1,250 is for first one. Right, 46% is for second one. And 32% is last one, third one. So it will be 184. This one, you can write to decimals. F of x is equal to 24, 2 with power of x minus 6. Then press this one, press table, -6, 0, 6, 6, and 12. So you can see that answer is B. Cevap B'dir burada. This question. AE is parallel to BD.
Then it says that AE is equal to 28BD. It is not important because we have to find this angle CAE, this one, and CBD. Both of them are equal to each other, so answer will be 59. C. For similar figures, all angles are equal to each other. Answer will be C, 59. 18. For 18, we have to use this formula. Mass is equal to volume multiplied by density. What's the value of mass? It is, we don't know. Let's say it is m. What's the volume? One edge is equal to 3 centimeters, so it will be 3 cube, like that. Multiple by it is density, 0.250. Then answer will be 6.75. Like this. 19. For 19, you have to just write to decimals, then you will get the answer. So you can find it like that. You can put negative 11 to first side. You can convert it to function. So it is negative 0.7 and negative 2.9. Kesin ne hesap yazdık burada. We have also plus 7 here. So answer is 0 and negative 3.6. Answer is C. Just write to decimals, you will get answer. What's the sum of solution? Use V8, negative B, 84, D. Okay, here it says that from A to B, it is 32. From A to it is center of circle, it is 16, right? From here, you can use Pythagore for finding it is radius. It is also okay. Or you can Köşende 768. Ortadan kolaylık düzdür. Right. 700, düzdür. Köşende 768. You can use Pythagore. It's also okay. But you can also use 36 and 90 triangle, right? Because it's hypotenuse and hypotenuse is twice of leg. So it is 16 square root of 3. Bir de dolar. 30-60-90'dan istifade yapabilirsin. Radius is equal to 16 square root of 3. We know that height is equal to 16. And let's find volume. Volume is equal to 1 over 3 multiplied by P R square H. Let's write instead of, because it's equal to Kp. Okay, let's write instead of this one, Kp. 1 over 3 multiplied by P multiplied by radius square multiplied by height, 16. Then find K from here. 4096. Nefer. Yani bu hep önemli. Hemen yakın üstüne bir pi r kvadrat. Pi'de yazmışım. Evet. Bildim. Yani pi'ye de bölmezsiniz. Belə olur. Adətən SAT-də pi-dən istifadə edilir. Pi çox vaxt istisal gedir bunun kimi. Yani bu soğuk. Güzel olsun. Dəqiq gözləyim. Demək, generally for linear function, for example, y is equal to kx plus, for example, b. Let's say m. Let's say that we have a, b point here, right? So if you increase a by 1, b will increase by k. If you increase a by 2, it will increase by 2k. So if you decrease, for example, a by, for example, 10, it will be like this, b minus 10k. It's also same. We can also look another example. Y is equal to 50 plus 100x. So here, for when x is equal to 0, y is equal to 50. When you make a 0, 1, when you increase it by 1, 50 will increase by 100, 150. Yəni funksiyada
Xətti funksiyadır. Siz x-i, a-nı bir vahid artıranda y da k slop qədər artır. Şu 3 verir. Burada 2-dir. 2 8-dir, düzdür? Bir de. 13. Bir vahid artırırıq. Amma it says that we have another line which is perpendicular to this one. If it is perpendicular to this one, it is like this. Y is equal to 1 over m x plus b. If we have 2, 8, it will be like this. 2 plus 1 and 8 Bir bölü. plus slope. Yes, 1 over m. So it will be like this. So if you find slope from here negative 1 over m, probably you will take a. But if it asks about not 3, 1, probably you will take also again a. But answer will be b. Əgər 1 olsaydı, 3-ün yerində 1 olsaydı, cavab b olasıydı. Tamam, bu qədər idi. Yəqin ki, çətin bir şey, sizə də çətin gələn bir şey olmadı. Keçək 2-yə. Müəllim, orada 1 olanda niyə B olur? Çünki burada 1 olanda avtomatik bu 2 çıxılsın 1 olur, düzdür? Belə. Sən ona görə ikinci hissəni slope qədər artırmalı deyilsən. Yəni bu bayaq belə idi yadındadırsa. Ha, azalmış versiyası olur da. İndi azalmış versiya olur. Çıxanda da mənfilər gedir. Ha. Ona görə də bu üstəgəl olur. Yəni bu sırf sualı belə salıblar deyə uşaqlar mənfi 1 bölü m tapırlar. Görürlər ki, bir dənə A variantında deyəsən mənfi 1 bölü m var. Ona görə mənfi 1 bölü m-i götürürlər. Amma bura 3 yox, 1-i sorsaydılar, onda çoğu adam səhv yazasaydı. Yəni bu sualı bu arada çoğu adam düz yazmışdı. Yəni, başa düşmədən bu düz yazmışdı. Mən də bunu yazmışam. Bir dənə baxa bilərsən nəsə yazmışam. Nə? Burada Mən də yazanda cavab çıxmamışdı. Yəni cavabları göstərməmişlər. dəqiq budur, bəlkə fərqlisini yazmışsan. Buydu mən. Adın yoxdur yəni burada. Modul 2-ni bəlkə yazmışsan. Modul 1 deyəsən. Adın yoxdur. Bir də sənə baxım mən. Tamam. Burada səhvlər deyirəm. Demək, əli baxarsan səhvlər nədir? Bilərimiz. Sonra çətinlər. 18. Bu düzdür. 51 bölü 70 yazmışsan. Bəlkə səhv görmüsən neysə. Buna da baxarıq. Birinci sual bir dənə qayıda bilərsiniz. Hafif yazmışsan. Bu düzdür. Bunu mən səhv eləmişəm. Mən səhv cavabı girmişəm orada səhvən. Gedirəm 1-ə. Başında şimdi. Tamam. Budur. Yox, bu deyil. Mən də mart yazmışam, amma bu deyil. Atarsan, vaxt qalsa oradan səhv baxarıq. Axırda 18 oldu. Emiliya yəqin ki, səndə də 11 deyil. Bildin hansı səhvdir? Tamam. Emiliya 2, 4, 7. Bu düzdür. 13 səhvdir. 15 səhvdir. 17 səhvdir. 18 səhvdir. 19 səhvdir. 20, 21, 22. Başqa yazanlardan Camal heç getdi. Leydi. Leydi yəqin ki, səndə 10-cu səhvdir. O da düzdür. Tamam. Yaxşıdır. Bir dənə modul 1-in birinci sualına girin. İkincidən 4 dənə, birincidən bir dənə səhv olanda. 730 ya. Deyir mən bu onsuz da budur. Yəni yoxdur da, yəqin gəlməyib. 730 ya. Mən aşağı gəlib gördüm səhvimi. Questions'a girin. Nəyə? Questions'a. İkincidən 4 Bir dənə. səhvim var. Bir səhvim var. Mənim alta gedin. Onda da bilsin yenə 6 ilə sual göstərim. Alta gedin, biraz da gedin. Mən deyəsən mən. İkincidən 4 dənə Hə, verir. deməm. Deyəsən burada da mənim mənfi slopdur. Ya B-dir, ya D-dir. Hesablamadım, promo B yazdım. O D variantdır yəqin. Bura bax, mənə 2.3 D variantı. Mənfi slop olduğunu garanti bilirdim. Hesablamadım heç. Promo B yazdım. Tamam. Bu bilmirəm niyə şey gəlməyib cavabın.
Burada başka Hamit yoktu. Ömer. Başka Ömer'di bu. Bu da başka. Tamam. Baxaq. First question, for this type of question, again, we have to identify what X and Y represent. X represent number of seconds after ball was launched. So it means that after 1 second, it have to be like this. We have only A, like it's say 1 second after. So answer is A. Second one, because it asks about 16, it is similar to slope. It have to be each or hourly, for example, like that. Let's look. Okay, each. It is A or B. And because H is number of hours for regular job, it will be regular job. A. Answer is A. When it asks about 16H, then it will be total. And when it asks about H, it is just number of hours. You can write it to decimals if you want, like that. Or you can think it like this. If they are closer to each other, it means that standard deviation is smaller. Yes, answer is D because we have here 347. We have a lot of number in the center. Mərkəzdə çox ədəd olanda standard deviation az olur. Yadda saxlayın bunu da. Bu sual. Okay, here you have to look same angle. We have A. Opposite of A is X cube. Over opposite of A is QZ is equal to opposite of this Q is YZ over opposite of Q is WX. It is equal to ne qaldı burada demək XQ-nu yazdıq. XQ, YZ, yox, səhv yazdım deyəsən mən. Burada WX olmalıdır. YZ. XQ, W, XQ, WX, XQ, WX, WQ qaldı. WQ over QZ, I think. QY. Okay, after that, it asks about YZ. So let's write instead of YZ A. Let's write here A. Then it says that WQ is equal to 90. Let's write here 90. WX is equal to 60. And QY is equal to 27. Then we have to delete this part. Then we have to use this sign. Then we will get 18. Answer is A. 5. For 5, our rule is sum of all probabilities is equal to 1. So for C, it will be 1 minus 0.32. 1 minus 0.32 minus 0.64. Then it is 0.04. Then you have to multiply this value by total number, let's say 15B. 6. For 6, you have to just add it. When you add it, you will get 26A. Altıda topluyorsunuz. For 7, because this 22 is total, you don't need to multiply it by 5. Answer is B. Or you don't need to divide it by 5. This one, it decreases by 22% every time. So 100 minus 22 over 100. 0.78, like C and D. C and A, this type of thing, T is equal to 11.11. It is not correct. It is never correct. It says that every 11.11 minutes, it is X over 11.11 like D. Yani 11.11 dəqiqədən 1, X bölünsün 11.11 deməkdir. 9. Because it passes through 0, 15 and it is parallel to that line, it is Y is equal to 8X plus 15. Paralel deyəndə sloplar eyni olur. 8-dir. Perpendikulyar desəydi mənfi 8-də bir olur. 0.15-də 15-dən keçir deməkdir C variantı. 10. For 10, you have to take this one. P C is equal to negative 6. P5 is equal to 42. From here, we can find it is slope like that. 42 minus negative 6, 5 minus C is equal to 8. Then let's look for the value of C. It is negative 1. Then let's find slope again. 56 minus negative 7 over 6 minus C. 9.
11. You can see that all of them is 4 minus 5x, 4 minus 5x, 4 minus 5x, but it is 5x minus 4. Sen mənfi 3 yazmışsın bu arada. Müsbət 3 cavab. So we can think it like this. 2a plus 7a plus 9 is equal to 8a plus 6. Then find a. It is negative 3. But because it asks about 5x minus 4, it is positive 3. Tersini deyir deyə, əksini deyir deyə mənfiyə də bulmalısın. Belə suallarda əslində onda belə eləsəniz, yəni belə bunu səhv edənlər belə eləsə daha yaxşı olar. Birləsə bunu. Bildiğim kadarıyla 70 ahır fikirlerim var. Hə, bilmirəm, ümumiyyətlə deyirəm. Yazaq da bundadır. Buna da bunu yazın. Buradan x1'i tapsız, 5x1 çıxılsın 4. Belə də edə bilərsiniz. Amma cavab fərqli alındı. Demək ki, neysə səhv yazılır. 2 vurulsun 4 çıxılsın 5x7 və bu 4 imiş. 3. Bu nisbətən uzun gedir, amma daha şey olmuş olur. 12. First class is free. Let's write it here. First class is free, it means that it's 0. Second class is 50% off, or half of the regular price. Half of the regular price will be 13.2. So it is value of first one, it is second one. So remaining number of remaining class will be n minus 2. Then multiply it by 26.4 by its price. Then do simplification. We will get B. Okay, answer is B. We don't need to do simplification. Or you can think it like that. For 3 lesson, how many dollars we will spend? Yəni 2-3 dərs üçün qiymətlər tapıb da yerinə yaza bilərsiniz. Bu da düzdür. 2 dərsə nə qədər ödəməsən? 39.2. 3 dərsə nə qədər ödəmə? Yox, 2 dərsə 13.2 ödəməlisən, 3 dərsə 39.6 ödəməlisən. Bunları yerinə qoyub belə də tapa bilərsiniz ələmə üsulu ilə. 13. For 13, because we have a line here, we can use table method. Create a table. Enter this value, negative 11. No. It is not x, it is y. 0, negative 11, negative 4, and negative 10. Then write here rx1 plus ty1 is equal to negative 44 and use weight. 1 and 4. And r plus t will be 5. T. Cevap dedi. For this question, you can write it to decimals like this. Negative 9a, this one is y, is equal to square root of 3a plus 8. The answer will be negative 8 over 27. Aydındır. Tamam. 15. Bu səndə səhv edədir. Yani ben burada 5 bölüm 5 görmüşüm ama 5 bölüm 6. 5 bölü 6'dır. Eğer görmürsənsə, yəqin ki, onda düz eləmişsən əslində qalan hissəsini. Allah bilir. 7'de 4. Amma bunu da özünə düz kimi onda saya bilərsən. Da 7-də bura belə də eləyə bilərsən əslində. Baxın, you can write instead of t this value. Then we will eliminate t from here actually. So let's write it like that. Then use wave. Then write p is equal to, for example, 2, because we say that p is greater than 1. So when you write p is equal to 2, you can say that it is 0.84. When you make it 3, it's also same. So it means that value of n is equal to 0.84. Then if you want, you can write n here and you can convert it to fraction. 59 over 70. Hami aydındır bu. Bu biraz çətin idi. Nisbətən. Sual var kimdəsə? Tamam. Düşdüm. You can write it like this, or if you want also you can write it like this.
but I don't like this method actually. You can write, for example, t is equal to 10. If t is equal to 10, let's find value of p from here. So it is 28.72985. Then let's write instead of p this value. And let's write instead of t10. Then let's use wave. 0.842857. Tamam. Şey kesin sual yoksa devam edeyim. 16. Bu da keçən martda düşmüşdü. Bu il martda düşdü bir də. Bir il araydan. Demək ki, keçən ilin mayına da diqqətli yanaşmaq lazımdır. Keçən mayda bu arada çətin suallar düşmüşdü və bəzi çətin suallar var keçən mayda olan. İndiyə qədər heç bir imtahana düşməyib. Yəqin ki, onlar da indi düşər. O şey sualı vardı yadınızdasa, keçən dərsə baxmışdıq. B max istəyirdi 34x kvadrat plus bx plus 70. Aha, o 34 70. Asiya üstə bir elədi. Yox, mən Aha, o sual. Məsələn, o sual keçən maydan bu tərəfə heç vaxt düşməyib. Normalde şey düşmüş ya. Factor. Bu bir 11 sual var. Ya kvadrat x'li daha O Avqustdaydı. Ha, o da yaxşı sual idi. O da düşməyib nə qədərdir. Bir də bu sual var idi. X plus 2b is factor. bu da D variantı olan mən. D variantı olan. Bunlara baxasıyıq. Yəni bu suallar o vaxtdan bu vaxta düşməyib. Ha, o. Bu suallara baxasıyıq. Yəni bəzən də baxmışıq, amma yenə baxasıyıq. 16. Table 240 negative 1 142 1 and 6. Then press this one, add regression. Then select quadratic. Then we will get this function here. Then press this one, export the expression. Then write instead of y f of x. Bulbook'ta var. Mənim fikir əvvəl yox idi Bulbook'ta, burada var idi. Sonra gördüm Bulbook'a da əlavə ediblər. Buna görə mən də istifadə edirəm. Bulbook'ta varsa imtahanda da olacaq. Da bu ha çox istifadə edəmirik də bunu. Bu prosta burada add regression burada olur. Bir də buranı bassın. Tamam. 17. For 17, say f of x plus 2 is shown. Which equation defines function f? Nöqtələri yazaq, sonra yazaq fx plus 2. Sonra cavabları yazaq, o birini bağlayaq, görək hansıdır. Olar, sən də elə deyirdin. Siz şeydən variantlardan deyilsiniz. Tamam. Let's write a, for example, f of x is equal to negative 5x. 5 is power of x plus 1. Then let's write q of x. No, just write f of x plus 2. Then let's close this one because say that one's shown. Then let's put this point here, 0 and 4. If you want, you can also write another point, but one of them is enough. Okay, for this one, you can see that it is different, right? So it is not answer. Let's write plus 3. It's same, so answer is B. Tamam, devam edeyim. Buradan da yəqin sual yoxdur. 18. 18. Sen sor. Okay, in this question, it is also from 2024 August exam. Buna da baxmışdıq mən. Ne yapalım? Suala, amma bu da belə suallar düşməmişdi axı. Neye? Ana. Mart'a. Hı. Evet, düşmüştü. Ya bu Mart değil. Onun özü Mart'tı. Yox, məndə belə qəribə şeylər idi, bunlar deyildi. Ya ola bilər də, o kadar şey versiya var. Ya bu arada çox adama düşüb bu. Burada ne deyir? 1 inch represent. Okay, here we have, in this question, it says that we have two versions of map. One of them is
bigger version. Let's say it is A version, for example. Version A. And we have second version, which is 70% smaller than. For version A, it's say 1 inch is equal to certain mile. 1 inch represents certain mile, and it has a total length of 45 inch. So it means that if 1 inch represents certain mile, total or real length of this object or this country, it is certain multiplied by 45, right? Düzdür. So it means that 585 is the real length. Okay, after that, it say we have second one, version B. For version B, it is 70% shorter. If it is 70% shorter, we have to multiple 45 by 0.3. You will get certain 0.5. But you don't need to multiple 585 by 0.3 because it's real length and it cannot be changed. Okay, after that, you have to think like this. For second map, certain 0.5 mile, no inch, certain 0.5 inch represent 585 miles. Then we have to find how many miles 1 inch represent. 585 over certain 0.5, right? And it will be 43.33D. Bir də Azərbaycanca deyək. Demək ki, 2 dənə xəritəmiz var. Birincisi A versiyası olsun. Bunun uzunluğu 45 inçdir. Kvadrat formasındadır 45-in 45-ə. Birincisi burada 13 maili təmsil edir. Düzdür? Məsələn, bu elə xəritəni fikirləşin. Hər hansısa bir xəritəni fikirləşin. Birincisi 13 maildirsə, onda 45 inçsə 585 maildir. Yəni bu ölkənin ya da başqa bir şeyin 585 bana cevap verməkdə, yəni. hə, Balacalaşsa da böyüsə də 500. balacalaşsa da böyüsə də 585 mail olur. İndi ikinci xəritə 70% daha balacadır. Ya 45 0.3-ə vururuq bu 45-i. Eləyir 13.5. Yəni bu xəritə daha balaca versiyadır və bir tərəfi 13.5-dir. Amma 585 dəyişmir deyə 585-i 13.5-ə bölürük, 43.33 əldə edirik. D variantı cavabdır. Kimsə sual var? Tamam. 19. For 19, we have to make all of them equal to 0. First one is 0, second one is 13 over 4, and last one is u over 4. Then it is equal to 7.5. 17, answer is 17. 13 bölü 4, u bölü 4, 0 ve 7.5. Tamam. So when you have x-intercept form or factored form, don't open it. Yəni bu form olanda, qruplara ayrılmış forma, bunu açmağa çox vaxt ehtiyac olmur. Açanda daha qarşı şey əldə edirsiniz. Bunu açanda bu arada x üstü 4 əldə edirsiniz. Yəni x üstü 4-ə biz keçməmişik. Düzdür. Demək ehtiyac yoxdur. 20. It is related to similarity. For similarity, we have this rule. All angles is equal to each other. Ratio of all. Birinci qayda bütün bucaqlar bir-birinə bərabərdir. All angles and trigonometric calculations are equal to each other. Həmçinin trigonometrik funksiyalarda. Ratio of lengths like radius, diameter, height, circumference mean perimeter of circle is equal to K. Ratio of area and also ratio of surface area is equal to K square. And ratio of volume is equal to K cube. So here we have only surface area and volume. So we have to use that one and that one, right? You can, if you want, you can combine these two formula. You can get formula like this. Square root of A1 over A2 is equal to cube root of volume 1 over volume 2.
Bu ikisini birleştirdik. You can find k from here. K will be equal to square root of a1 over a2, right? And from here k is equal to cube root of. Bu işlemleri yazmalıydı. Şimdi birleştirdim. Bu ikisini birləşdirə də bilərsən, ya da ikisindən ayrı-ayrı da istifadə edə bilərsən. Okay, now you have to write it instead of a1, 59, 50, 59 yes. Instead of a2, you have to write 40, 75. Instead of volume 1, you can write just a, and ya da elə volume 1 da qala bilər əslində. 1475. Then you have to, yox, 1475, 1500. So answer is 12, and 12 plus 1500 will be 1512. Ya da bundan ayrı-ayrı da istifadə edə bilərsə, o da olar. Yəni bunun bir fərqi yoxdur, bildin. Ya buradan yazsan, indi belə yazaq ki, bunu silək. Buradan A1 neçədir? 59-dur, düzdür. 1475. Buradan K-nı tapsan. 0.2 elədir, 5-də 1. Sonra buradakı K-nı yenə 5-də 1 yazsan. Əslində yazmasan da olar, amma özü götürür bunu. Sonra da buradan volume 2-nin yerinə 1500 yazsan, təzədən bunu hesablayırsan. 12. Ya burada sadəcə birbaşa yazsınız. Bunun fərqi yoxdur. Hansından istifadə etsəydin, eyni şeydir. Bu da keçən il hansısa bir imtahanda düşüb, amma bilmirəm hansı imtahandır. Onun PDF-ini itirmişəm. Deyəsən, mayda ya da april school deyək sualları idi. Tam bilmirəm nə idi. Bu Demək, ili. necə? Bu ili. Yox, keçən il maye ya da april school deyəndə düşmüşdü. Sual var idi məndə. Bu. Ya imtahanda var idi. Ha. Ya bunu Hə. əslində biz işləmişik, amma bir dəfə zad baxmışıq. Digər suallara daha çox baxmışıq. Məsələn, bu suallar 3-4 dəfə Müəllim, sən altıda durdun müəllim. Kitabı məndə kitab var özdən kitabı. Elə eyni sual kopyalayıb atıblar oraya. Cavablarına baxmışdım var. evdə Bu çıxamadan. bəlkə də question bankda da var. Ya ona görə kitabda da var, o da ola bilər. Bizdə kitab var ya özdən kitabı. Promi oradan Ha, bildim. cavabına baxdım, getdim oradan yazdım. Zafer. Ya rəqəmlər də eyni idi. Hə, nöqtəsinə kimi promo sualını özün kopyalamışdılar. Görürsən. Ya rəqəmləri belə dəyişmirlər. Demək, for this question, we can use table method here. You can see that we have A, B, M, 3 letters, but we have 2 letters. So it means that it can be a problem actually. But let's use it. Let's write x1, y1. Then let's write it like this. Then let's write 7 here. A, B with power of 7 over n. So you can see that answer is 1458, right? But let's do it like that. Let's say that a is equal to different number, for example. So when you make a different number, you can see that it will change. So it is not correct. You cannot change a. Let's look b. For b, it will be same. So you can write any number instead of b. And last one, you can write instead of any number. So you can see that it doesn't change. It will be same. So it means that answer is 1458. Yəni 3 dənə hərf, 2 dənə nöqtə olanda belə yoxlasanız daha yaxşı olar. Çünki gördüyünüz kimi A-nı dəyişəndə cavab dəyişir, amma B-dən N dəyişəndə cavab dəyişmədi. Amma üçündə də cavab dəyişsəydi, onda demək ki, bu yol yox, başqa bir yoldan istifadə etmək lazım idi. Amma adətən elə suallar olmur yəni. Yani sayı üniversitesi. Sadəcə table-dan istifadə edin. Okay, but actually you can also think like this. If we increase it, if we increase x by 3 units, this one will increase by 162 over 6, 27. It means that if x is increased by 1 unit, y will increase by 3 times. And from here also you can find the answer. It is 162. So answer will be 162 multiplied by 3 multiplied by another 3.
Ən rahat desmos əslində. Amma bunu da bəzi uşaqlar baxan kimi görə bilir. Exponential function-da bunu sən 3 vahid artıranda bu 27 dəfə artırsa, demək ki, hər səfər 3 artır. Ona görə də bunu 2 dəfə 3-ə vurursan. Bəzi uşaqlar yəni bunu görən kimi bilir ki, belədir, tez yazır, yəni 4-5 saniyə içində. Amma siz yenə də desmos istifadə edin. Sonra səhv olar. Bu da, məsələn, bunu desmosuz istifadə edən uşaqların çoxu bunu səhv yazır. Ona görə burada da desmos daha yaxşıdır. Write exactly the same shit to decimals, then write a is equal to, for example, okay, if we write 1, we will get negative 8. If we write 10, it will be also negative 8. But if we make a negative number, we will get 792. And the answer is 792. Okay, why most students write it wrong if they didn't use decimals, while they didn't use decimals? If you find f of negative 7 to a, it will be equal to absolute value of 17 a over a minus 16. Then they think that it is equal to 17 minus 16, and it is equal to 1. But it is not correct, actually. Do you know why it is not correct? Bunu bilen var, niye səhvdir? No. Çünkü yukarıda olanlar nasıl dəyişir? Yes, because it is negative, actually. A is negative. This one will be negative 17 when we open it, so it will be negative 7. So it is negative 33. It's same for f of f of 8a. So that's why you will get 892. But if you do this mistake when you use paper, for example, you will get 8, negative 8 as answer. Yəni kağızda eləyəndə onu çox adam görmür. İkisini yazsam belə. Nə belə? Yox, belə olmur. Aya qiymət verməzdi. Mən bir şey soruşa bilərəm. Bu modul 2-nin 22-ci sualı idi imtahanda, yoxsa qarışıqlı suallar Yox, var bu idi? 22 idi, hə. 22. Ola bilər əslində unscored, amma bilmək olmaz. Yəni, tam dəqiq demək olmaz, amma mənə elə gəlir ki, bu unscoreddur. Bu unscoredda belə bir məsələ var ki, yeni suallar test edirlər. Amma indiyə qədər ki, bütün imtahanlarda da ki, bütün suallar çıxmadığına görə, ona görə tam dəqiqliklə demək olmur ki, bu unscoreddur. Yəni, bəlkə bu hansı imtahana düşüb, o imtahanda əvvəllər unscored olub, indi də normal sual kimi salırlar. Burada belə indiyə qədər heç görmədiyim mənim sual bir 22 idi. O qədər də çətin deyil. Baxın, desmosdan rahat eləmək olur. Yəni, mayda da, iyunda da belə olacaq. Bu sual əslində çox da yeni sual deyil. Sadəcə bura n əlavə ediblər. Nə var ki, bir dənə kopyalayırdıq da mən onda. Ha da bunu da desmosa yazı çıxır bu arada. Yəni, bu ikisi nisbətən biraz fərqli idi. O da biraz fərqli. Bu əvvəllər bir dənə imtahanda görmüşdüm. Bunlar hamısı düşüb məsələn. Bu məsələn 3 ya da 4-cü səfər düşür. Bu da 3-cü səfərdə düşür. Bu da həmçinin. Yəni bunların hamısı. Bir də bu var idi. Bu. Sual kök altında olan sualını düşürmüş. Bu. Bu. Sualı var idi. Ola bilər yəni. Biraz bu imtahanda qarışdırıblar. Yeni bir şey deyiblər. Əvvəllər belə olmurdu. Yəni son 2 sual biraz fərqlidir. Qalan suallar eynidir. Ona görə təkrar bunları işləyin. Yəni baxın, bunu işlədiniz. Üstündən 1 həftə, 2 həftə keçdi, təzədən işləyə bilərsiniz. Yəni, çox fərqli sual işləməkdənsə bunu təzədən işləyin. İndi gəlin bərabər biraz suallara baxaq. Kimisə sualı varsa açsın, ona baxaq, elə daha yaxşı olur əslində. Yoxsa mən seçim buradan baxaq. Suala baxa bilərik o günkinə. Hansı? O mən sizə göstərmişdim. Mən orada dəqiq yadımdadır ki, 3 cavabda heç bir nöqtədən keçmirdi. Bir də o B variantda bir dənə nöqtədən keçir deyə götürmüşdüm Bildim mən mən onu. sualda, amma o da o sualın deyəsən 3-cü variant, 4-cü variant olanı yoxdur. Mən Yəni çünki gözlə. eynisini eləmişdim və dəqiq nöqtəsinə kimi bilirdim həllini. Bütün 3 variantı yoxladım. Heç birində 2 nöqtədən də keçmirdi heç birində. Bir dənə B variantı bir dənə nöqtədən keçirdi. Ona görə götürmüşdüm. Bəlkə burada olar.
O haradaydı? Martdaydı. Onu tapıb amma sən tapa Versiyaların bəlkə birində var. nədə? Versiyaların birində. Ola bilər indi hamısına bir-bir baxa bilməyəsiniz. Müəllim, mən sizə sual atdım bir dənə. Sən onu əgər versiyalara baxıb göndərsən, elə baxarıq. Belə Onlar dərsdən sonra göndərərəm, dərsdə baxarıq biz. olar. Hı. İndi Ömərin göndərdiyi suala baxırıq. Bir dənə baxın bunu. Hansı mövzuya aid ola bilər bu? Ora atım elə indidən. Əgər quadratic ataq. Discriminant, vertex, x-intercept ataq da. Okay, let's look this question. It's from 2024 March US. 2024 Amerikadandır. Amerika suallarında bəzən Azərbaycan salırlar. Yəni international kimi salırlar. Bu sualda maraqlı bir şey var əslində. You can see that we have bir dəqiqə gözləyim. You can see Görürəm, that həll yadımda qalıb. necə? Burada onsuz da deyə bilərəm, bir dənə görüm həll yadımda qalıb. Hə. Elə S358-dir. Sonra 2-yi qoyduq yerinə, B-yi Ha. tapırdıq. Ondan sonra M-i tapırdıq. Düzdür. Yəni Elədir. M-i diskriminantla tapırdıq. But there is a interesting thing in this question. If we use decimals, you can see that we have two number, right? Two point, 0 and 0 negative. Square root of negative 358. No, negative is here. And we have here two unknown letter, B and C. So it have to be work actually, but it doesn't work, unfortunately. X1 square plus bx1 plus c and negative. So you can see that it says that c is equal to 130, b is equal to negative 67. And let's look at this graph. You can see that it doesn't pass from this point. So it means that for this question, table method not working. So that's why you have to write it like that. It's our function. Just wait. Okay, it's our function. We have to put this point here, second point. When you put it, it will be like this. Negative square root of 358 is equal to this one. Bir dakika. Okay, this one. And it says that x is equal to 0. So if x is equal to 0, from here we can find value of c. And we can say that c is equal to 358. Then let's write instead of c is 358. And let's use this point, 2 and 0. Okay, because we have 2 and 0, it is x-intercept. For finding second x-intercept, which is m, we can use Viet theorem here. Burada onsuzdakilərin hərfləri deyil. 2 multiplied by m, bəli. Niyə table eləmədik? Göstərəcəm onu. And from here, m is equal to 179. Bu 2 yazıblar bu səhvdir. 179 oldu. Şeylə 2-yə bölünən cavabı çıxır. Fikir verirsiniz. Ha, 2-yə bölünən cavab çıxır. Amma yəni imtahanda bunu 2 zat qoysalar, fərqli olur. Yəni onda çıxmayacaq. Son sualın biri idi. Bizi necə eləmişdim? Elə 358-i qaranti tapmışdım. 2-yi qoydum yerinə B-ni tapdım. Ondan sonra diskriminant elədim. Gördüm az daha böyüdü. O da olar. Ya Ömər, sən başa düşdün bu sualı? Bəli. Burada nə demək istədim əvvəl? Table işləmir burada. Mən də ona görə elə qalmışdım belə. O point 2'yi götürdük. Ha. 2'yi götürdük. Nəyə görə oldu? Bir dənə bunun sən table'ını göstərim, sonra onu deyərəm. Bax, bunu table'a yazanda bilmirəm, bayaq gördün yoxsa yox. Belə çıxır. Deyəsən burada nəysə. İndi düz çıxdı, amma 308 vermişəm deyə düz çıxdı. C'nin qiyməti tapandan sonra Ha, C-nin qiyməti tapandan sonra yaza bilərsən, amma da C-nin qiyməti tapandan sonra yazmaya ehtiyac qalmır əslində. Əsas elə C-nin qiyməti. Baxın, buradan keçmir. Demək ki, belə qəribə cavablar alana bir yoxlayın ki, nöqtələrdən keçirmi, yoxsa keçmirmi? 2'ye niyə bu? Keçmirsə səhvdir. Ha, indi onu deyirdim. Demək, C-ni 358 tapdıq.
C-ni 358 tapandan sonra bu elə kvadratik tənlikdir, düzdür, içi. Bu 2 0 nədir? X-intercept. Bu nədir? Bu da X-interceptdir. Onda da sıfır X-intercept, hə. X-interceptlərin hasili nədir? V7-dən C bölünsün A, 358 bölünsün 1. Yəni 2M bərabərdir 358, M də bərabərdir 179. Bilmiyorum. Bu yaxşı sual idi. Yaxşı sual idi. Başqa belə Meykaba suallar düşmüşdü varsa, mən. necə? Bu meykaba düşmüşdü deyəsən. Ola bilər. Make-up'a düşmüş ola bilər. Make-up'da ümumiyyətlə qarışdırıb verdilər. Eyni sualları dəyişib qarışdırıb veriblər mənə. Yox, bir dənə şeyə qarışdırmayıblar da. Yəni 3-4 dənə versiyanı qarışdırıblar deyə əvvəllər eynisini verdilər, indi qarışdırıb. Olsun, mənim imtahanım 3-4 dənə imtahanın qarışığı idi də. Hə, hamı da əslində elə idi. Bunlarda şey də qarışdırıblar. Neydi onun adı? Amerika suallarını da qarışdırıblar biraz. Tamam. Başqa sual olan varsa göndərsin. Yoxdur. Şu imtihanı mesela girip yazıp verilmiş 100 yazan ama make-up'a girmenin 150 gelme ihtimali lazım. Yani bir tane 150 bal düştü. Nətər yəni? Bizim arkadaşı imtihana girir. Onda yazıp verir ki 300 var. Ama öyle bir make-up gel bakma diye. Make-up'a girin 150 yani. Mümkün değil 150 bal. Ola bilər əslində. Niyə olmasın? Yani o kadar çıktı ki make-up. Bəzi uşaqların dediyinə görə verbal çox çətin düşüb, amma bilmirəm düzdür səhvdir. Müəllim bir dənə də sual atdım sizə. Riyaziyyat Baxa məncə çətin deyildi. Riyaziyyat da çətin deyənlər oldu, amma məncə çətin deyildi. Hə, bu sual. Bu burada var. Siz niyə şey belə rahat yazırdın riyaziyyatı? Şey, İlyas. Yox, mən Hə, sən. Nə? mən şey var idi. O bir dənə sual qalmışdı elə o elə səhv elədik sualdı da. Qabaqdakı oğlanın sualına baxdım. Eyni o 15-ci sual neçən sualdı. O da onda durub similyar düşmüş. Yəni dərəcəsini soruşur. Deyirdi 50 dərəcədir, bu da 50 dərəcə olacaqdı. Dedim məndə də 100% ondan düşüb. Neçə Fərqi dəqiqə? gəl. 15 dəqiqə qalmışdı. Rahat-rahat yazırdım. Gördüm məndə başqa sualdı. Görsən. Ola bilər, ola bilər. Nəsə, bu səfər şey deyiblər yəni. Daha çox. 3-4 dənə versiyanı bir qarışdırıb daha çox versiya salıblar. Bu sualda nə istəyir bizdən? Baxın, VZ-dən kiçikdir deyir. VZ-də. Gördünüz. Aşağıda deyir ki, X-dən W arasındakı əlaqə nədir? Ona görə X-dən W arasında sual qoydum. Deməli X-dəki W-dən böyükdür, değil mi? İndi ona bir dənə gəlin baxaq. Baxın, burada Y var. Bu Y-a fokuslanmalısınız. Bu Y-ın ətrafında 2-dən 3 bucaq var. Bu 2-dən 3 bucaq arasından əlaqə qurmalıyıq. Şey elədim, mən bilirsiniz mən neylədim? Nətər əlaqəni qurdum. V də bu üçbucağın içindədir, Z də bu üçbucağın içindədir. Demək ki, V ilə Z-nin əlaqəsi var, değil mi? W ilə Z-nin əlaqəsi var. Yəni O, W ilə ha da elə, deməli elə olar. Düzdür. Bunları belə yazsınız. Z burası, burada Z-dir. Buradan belə də fikirləşə bilərsiniz. Baxın, bu iki bucaq bir-birinə bərabərdirsə, məsələn 10-dursa, V-dən X-in cəmi isə 170. Bura 10-dursa, bura da 170-dir. Bura 30-sa 150, 150. Bura A-dırsa məsələn, onda burada 180 çıxsın, 180 çıxsın A olur. Yəni bu ikisinin cəmi bir-birinə bərabərdir. Əsas bunu tapmaq idi. Yani B plus B plus V Z-dən kiçikdirsə, X W arasındakı şey nədir? X'de Əlaqə nədir? Hə, V əgər Z-dən kiçikdirsə, onda X də böyük olmalıdır ki, bunu razıya bilsin. İstəsəniz yerinə qiymət də qoya bilərsiniz özünüzdən. Məsələn, Z-ə verin. Məsələn, hə, 49. Z-ə verin 49. Gəlin belə, yox, bunu kopyalayıb şey eləyək. Baxın, Z-ə 49 verin burada. Düzdür. Başqa nə deyir burada? Z V-dən böyükdür. Onda V-yə nə verə bilərik? Ağla gələn şey 48 yəqin ki. Buradan X-i tapaq. X nə edir burada? Ya da daha X-i tapaq. Yəni X nə edir? W plus 1 edir. Demək ki, X W-dan böyükdür. Belə də olar. Ya, istəsəniz, yəni belə eləmək istəməsəniz, Z 49, Y 136 hamısını bura yazın, bir-bir hər şey tapın, amma o vaxt alır. Bu yaxşıdır. Ömər, bunu başa düşdün? Bəli, müəllim.
Tamam. Bir dənə sual var. Make-up'a düşüb. Yəni yeni sual deyil, amma gəlin onun da atom qruba baxaq. Buna siz baxın, birazdan bərabər baxırıq. Ümumi qruba atdım. Burada indi kopyalayıram. Mən də baxım digər şeydə nə var PDF-də. Onu eləmişdik. Ha, bunu çox eləmişik. Burada Myzen ne oldu? Bir iki vardı. Yenə də fikirləşin. sıfır, Gəlin bu PDF atım qruba vəbşi. Elə. İkisi de bir yere tapma olur. Bəli. Nə baxaq müəllim? Necə? Nəyə baxaq? Bu Bu qrupa attığımız suala suala. baxmışıq. 10 liman mı? Yəni niyə onu bax? Götürsen. X'e bir. Bildim mən nə edirik burada. Sizin Myzen'dan Myzen ne oldu? Deyə bilərəm müəllim. Yenə. Elə A-ya 5 verək, B-yə 10 verək, ondan sonra tapaq da. O da elə olar, yəni rəqəm verin. Düzdür, burada deyil mənfi, amma heç mənfi fikir verməsəz olar əslində. Hı -hı. Buna mənfi 1 verək, buna mənfi 2 verək birinə, mənfi 1 də B-yə verək. Tamam. Gəl bir dənə yazım. F of x. Baxın, bu sualda nə deyir sizə? Deyir ki, A B-dən balacadır, B sıfırdan balacadır. Bu önəmi yoxdur. Aşağıdakıların hansı y-intersepti göstərir? Bu o deməkdir ki, siz bu funksiyaların y-interseptini tapıb baxmalısınız ki, funksiyanın içində var yoxsa yoxdur. Məsələn, nümunə verək. Y bərabərdir. A-ya neçə dedinsə, mən 5, mənfi 5 deyək nəsə. Mənfi Mənfi 5 5, deyim fərqi yox. mənfi 4, nəsə 3.9 üzəri. B A-dan böyük olduğuna görə gəlin B-yə də mənfi 1 deyə bilərik. İndi bu burada var. Bu yoxdur. Demək ki, bu səhvdir. Yəni budur, display bu deməkdir. Tapdığınız cavab, yəni y-intercept burada olmalıdır. Yoxdursa səhvdir. Eyni şey ikinci üçün də deyirsiniz. Y bərabərdir. Mənfi 4. 3.9 üzəri x üstə gəlsin B, yəni mənfi 1. Bu baxaq burada var. Mənfi 5 var burada. Görən var mənfi 5 burada yoxdur. Yox. İndi fikirləşə bilərsiniz ki, həmişə burada heç biridir. Amma belə situasiya olsa, baxaq nə olur. Üstə gəlsin mənfi 1 üzəri x. Məsələn, burada baxaq nə olur. Mənfi 4. Mənfi 4 burada var. Var. Demək ki, belə olsa düzdür. Yəni, variantlardan biri bu şəkildə olsaydı əgər, məsələn, y bərabərdir 3.9, a vurulsun 3.9 üzəri b. Yəni, məsələn, belə olsaydı, sonra belə olsaydı, b məsələn içəridə olsaydı, bunlar düzdür. Bu ikisi düzdür, bu ikisi səhvdir. Kimisə başqa buradan sualı var? Başa düşməyən var bunu? Gələn dərsə make-up işləyirlər. Backup-ı istəyirəm forma yığım sonra göndərim. Yəqin gələn həftəyə qalacaq o. Ora nə yazılıbsa onu işləyərsiniz elə. 11 Məndə aprel. görsənmir o. Görsənmirsə bir daha yoxlayarsan ataram mən təzədən. Nə görsə bəlkə yazmamışam. Budur da. Bunu işləyin. İndiyə qədər işləmədiklərinizi də işləyin. Yəni Mən indi gördüm, mən kampa girmişsiniz. Mən başqa şey girmişəm orada. budur. Tamam. Bir dənə də gəlin suala baxaq. Burada biraz fərqli kimi görünür. Sizin də sualınız varsa atın baxaq, yəni nə olursa olsun. Atdım qrupa. Burada açıram bu arada. Mən bilirəm mənim bunda. Ha, bu çox da çətin sual deyil. Bu məsələn 2020-də zadda düşürülüb. Uzun bir müddət düşmədi. İndi təzədən saldılar. Bilirəm. Bilirəm. Bəli. Bilirəm.
Ha, denən. Vur 11. Bir də de. Yəni ki, 23 vur 11. Onu yadda saxlamaq üçün yazaq. Amma ki, yaddan çıxmasın. Hə, indi 6-ya gedim mən. Bir dənə 6-ya gedim. Nəsə cavabı mən neçə edə bilməm. Hə, 23 çıx 2x. Yəni mötərizə açın. 11 vur. 11 çıx 2x yəni. Çıx ya üstə gələ 253 bərabərdir 240-a. Belə. Mhm. Ya üstə bərabər olmalı məncə. Oxşardı, amma səhvdir məncə nəsə. Burada indi nə deyir baxaq. 23-ün 11-ədir. 23. Mən 23 yazmalı, siz 22 yazdınız. 23. Tamam. 23-ün 11-ədir. 23-ün 11-ə vurdun, içəridən tapdın. Qarda. Deyəsən. 253. 240 aradır burada. Hə. Yox, sən 146 burada verir. belə eləməliydin. 253-dən çıxmalısan. 253 nədir? Garden yox, yox, yenə səhv oldu bir dəqiqə. Hamısı nə qədərdir? Budur. Amma pluslandı. 3 eləməlidir mənim cavab. Məncə 3-dür məncə cavab A variantı. Baxın, bu hamısıdır. 11 plus 2x, 23 plus Üstə 2. gəlir. Hə, üstə gəlir. Mən deyirəm. Çıxılsın. 253 içəri bərabərdir çöl hissə. Çöl hissə də nədir? 240. Bunu Mənim hesab cavabım 3 tapdım hesabı. Cavabı. ola bilər. Gəlin yazaq Desmosa. Yəni bunu özünüz hesablasanız yenə bir 3-4 dəqiqə vaxtınız gedər. Bu nədir görəsən? Önemsiz bir şeydir. Üç. Cavab Hə, 3'tür. mən düz deməm, mən ki də sıxıram. Çıx 2x ondan daha düz çıxır. Ya mən bu üstə gəl olduğunu bilirdim. Həm yoxlamaq istəyirdim ki, belə düz çıxır. Burada düz çıxırmış. Bilmirəm, bəlkə də sırf bu sual düz çıxır, amma normalda çıxmalı deyil. Mən maraqlı idim. Onsuz da mənfilər gedir deyə məncə düz çıxacaq. Ona görə elə dedim. Yoxsa mən Evet. üstə gəl bilirdim oranı. Ya normalda şey olmurlar. Eren sən sual atmışsan, gəl ona baxaq. Bəli. Bəli. Ha, bu da yaxşı sualdır. Bunu da nə qədərdir demək olar ki. Mən Desmosda eləmək istədim. Belə bir şey alındı, cavab uyuşur, amma baxın gör nə qədər düzdür. Atam onun hissəsini. 2x'ini yeni yazdık ya. 2x olarak. Çünki bura x2. Bura x'i, burada x'i düzdür. Buranın uzunluğu 11-dir. Hamısının uzunluğu nə qədərdir? Bizden şey istemiyor. Bizdən concentrate pass'i verib, 200 Garden da əslində verib. 23 vur 11 Garden'dır. 253. İkisinin cəmi elə bil ki, hamısıdır, düzdür. 253 içəridir Garden. Üstə gəlsə 240 concentrate pass. Concentrate pass. Bərabər olmalıdır hamısına. Hamısı nə qədərdir? Bura 11-dirsə bura neçədir? 11 plus 2x düzdür. 11 plus 2x. Bura neçədir? 23. Bura 23-sə hamısı nə qədərdir? 23 plus 2x. Buradan da tapsan eyni şey olur. Eren, sən attığın suala baxaq. Demək onu buradan hara ata bilərik? Number of solution var burada. Bu sualı Desmosda belə eləmişəm. Atdım onu sizə. Baxın gör nə eləmək olar. Yəni sualı bura atın. 9. Məsələn burada olsun. Götürmüşmüş. Mən Bir dənə gözləyin, bir dənə sual atın. Bu biraz çox qarışıqdır. Sən elədiyin, hə. Hə, budur. Sən demək, sən müəllim. Yox, bu olmaz əslində. Mən 5-də mən burada bunu da nə qədər işləmişik. Yox, bunu məncə soruşmamışıq əslində. Sırf bu sualı məncə o qədər soruşmamışıq əslində. Mən də baxmadan elə -5-dir məncə. Sən də deyəsən -5 almışdın, amma sənin yolun düz deyil, Eren. Ya çox qarışıqdır. Burada necə eləyirik? Baxın, nə deyir bizə? 8 hamısı bölünür, düzdür? Bunu görürsə, yaxınlaşırsan sən. Şık düşüyor. Ha, tamam. Hamısı 8-ə bölünür. Onda rx kvadratı yazsınız. Çıxılsın 10 sx plus r bərabər 0. Bunu eləyirik. Niyə? Çünki sadə olsun.
Sonra buradan deyir ki, bunun 2 dənə həlli var. 2 dənə həlli varsa diskriminant b kvadrat seçsin 4ac böyükdür 0-dan. 4 vurulsun. A 100 s'in kvadratı. 10 s'in kvadratı, yəni 100 s'in kvadratı çıxılsın 4 vurulsun. R, yəni r kvadratı böyükdür 0-dan. Hə, cavab 5-dir burada, düzdür. Böyükdür 0-dan. Sonra burada nə deyir sənə? K kiçikdir R bölünsün S-sən. Gəlin ona bunu biz belə yazaq. 100 s kvadratı böyükdür 4 r-in kvadratına. Buradan da sonra bu formanı düzəltməyə çalışaq. R bölünsün S. R kvadratını ataq bu tərəfə. Yox, S kvadratını ataq bu tərəfə. R kvadratı bölünsün S kvadratı. 100 bölünsün 4, 25. Bunu da sadələşdirəndə nə eləyir? RS kiçikdir 5-dən, böyükdür -5-dən eləyir. Belə bir şey. Mən onu da çox eləməyə çalışdım Desmosdan. Axırda elə bir şey alındı, Desmosda cavab çıxdı. O çox qarşı elə sənin elədiyin Bir də baxdın. ki, slaydla eləmək olur onu. Evet, slider ümumiyyətlə Slayd istifadə. çox vaxt var, amma bunda Desmosda elə yolla rəqəmləri dəyişəndə də yenə elə olur. Məsələn, 6 qoysaq onların yerinə rəqəmdə yenə -5 alınır. Ola bilər. Bəzən bu rəqəmlərin çox da önəmi olmur. R-in, S-in. Ona görə düz gəlir axırda cavab. Elə olur bəzi suallar. yoxsa açıq var. Yaxşı sual. Açıq var. 5. Çünki K-nı tap. Yox, yox, bir dəqiqə. -5 olar. -5 şey burada deyəsən. Bəli, bəli, orada -5-dir Ha, cavab. -5'dir, -5. Çünki RS böyükdür K yazıb, düzdür. RS böyükdür K. Hə, burada da RS nədən böyükdür? -5-dən böyükdür. RS kiçikdir K yazsaydı, onda 5 olurdu. Bu yaxşıdır, yaxşı sual idi. Buna da başa düşməyən varsa desəm, baxaq. Sən qrupa atın bu həllini. Bunun cavabını da bir yerə yazaq ki, bilinsin ki, cavab -5-dir. Hansı qoyub -5? Bir də bu var müəllim. Bu Telegramda görmüşdüm. Göndər. Atdım sizə elə. Bunu bayaq baxdıq əslində. Hə, mən yox idim deyəsən. Ona görə. Bunu yazsan şeyə, table atsan buradan. Nasıl atsan? Table-dan olur. Hə, 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 3 bildim. dənə nöqtə, Baxmaq. 3 dənə nöqtə verirsə də table elə. Sonra altı. kopyalayırsan, fx-i yazırsan, cavab çıxır. Ha, elə yəni. Rəstan da indi daha da qısa olur. Bu add regression-dan istifadə etsən. Bunu bassan. Amma linear yox. Quadratik. Çünki quadratik deyir burada. Hı, Sonra da bunu hayır. bassan. Export. Belə çıxar. Sonra bunu yenə f(x) yazsan. Все. Bu qədər. Belə. 272. C variantı.